Peyğəmbər son ziyarətində, son həcci idi, 10.000 zəvvar var idi. Salman da qabaqda oturmuşdu. Peyğəmbər gələcəkdən danışır. Elə şeylər deyir ki, Salman inanmağa gəlmir. Təəccüblənir ki, yəni belə olacaq. Peyğəmbər də deyir, and olsun, canım əlində olan Allaha gəl olacaq. Deyir, Allah bir bəndəsini çox istəsə, sevsə, həm dostlarını o adama sevdirir, həm dostlarına onu sevdirir. Abdullah ibn Yafur İmam Sadiqin sahabəsidir. O dünyadan köçəndə İmam Sadiq dedi ki, ondan yaxşı insanı yer üzündə tanımıram. Ondan sonra dedi ki, indi ki, dünyadan köçdü bu. Allah ona bir ev verdi bərzəx cənnətində. Bir tərəfi Peyğəmbərin evinə yapışıb, bir tərəfi Həzrət Əlinin, bir tərəfi İmam Həsənin, bir tərəfi İmam Hüseynin. Allah sevgisinin nəticəsidir bax. Deyir, möminləri görəcəksən qiyamət günü, mömin kişi və qadınları hər tərəflərindən nur saçır. Peyğəmbər Həzrət Əli dedi ki, səni sevənlər üzünün nurundan qiyamətdə tanınacaq. Onlara mələklər müjdə verər, altından arxlar, bulaqlar qaynayan cənnətləri, orada həmişə qalacaqlar.